Salam, hər vaxtınız xeyir olsun. Demək, bugün histologiya bölməsində bir neçə suala izah vermək istəyirəm. Və istəyirəm ki, bu mövzunu biraz ortalardan başlayaq, elə 40-cı sualdan başlayaq. Deməli, burada yazılıb qeyd olunan 40-cı sual qeyd edilən orqanoidlərdən quruluşuna görə xloroplastlara daha çox oxşar olanı hansılardır? Bu sualı izah etməmişdən qabaq bir şeyi xatırlatma vermək istəyirəm ki, histologiyada orqanoidlər, bir sıra orqanoidlər bir-birinə quruluşuna görə oxşayırlar və bunun haqqında deməli kanalda video tapa bilərsiniz. Və onlar belə bir suallardan biri də budur. Qeyd edilən orqanoidlərdən quruluşuna görə xloroplastlara daha çox oxşar olanı məhz mitoxondrilərdir. Ki, quruluş etibarilə o da iki qat membranlıdır. Daxili qırışlı, xarici hamar formadadır. Daxilində eyni zamanda DNT, RNT ribosomlar var və bu oxşar xüsusiyyətlərə görə mitoxondri plastitlər bir-birinə oxşuyur. 41-ci sualda eynən o sualdır. Deməli, bunu qeyd edək biz mitoxondrilər deyə. Mitoxondriləri qeyd edək. 41-ci sualda isə yenə də eyni mitoxondrilə oxşar. Burada da məhz xloroplastlar olacaq. 42-ci sual. 42-ci sualda xlorofilə canlıların neçə aləminin nümayəndələrində təsadüf olunur? Xlorofil yaşıl pigment, demək göbələklərdən başqa bütün 3 aləmin üçündə də müşahidə olunur. Və növbəti sualımız bunu bir buradan götürə bilsəm. Demək, növbəti sual 43-cü sualdır. 43-cü sualda bitki, orqanizm, bitki qoy biraz. Qırx-üçüncü sualda demək, bitki orqanizmdə hüceyrənin tənəffüsünü təmin edən orqanoid hansıdır? Hüceyrə tənəffüsünü. Hüceyrə tənəffüsünü təmin edən orqanoid struktur hansıdır? Bu, deməli, mitoxondrilərdə oksigeni istifadə edir və hüceyrə daxilində energetik mübadilənin oksigenli mərhələsi məhz mitoxondrilərdə gedir və buna görə də hüceyrə tənəffüsü deyərkən bu nəzərdə tutulur. Oksigeni istifadə edən orqanoid. Yəni, cavabımız burada D variantı mitoxondrilər olacaq. 44-cü sualda ən qədim xlorofilli orqanizmlər. Ən qədim deyərkən, yəni bunlar içərisində xlorella ən qədim bitki qrupuna aiddir. Yaşıl evqlina, volvox, deməli, ibtidai heyvanlar, xlamdomonada ən qədim bitki aləminə aiddir. Amma bunlar içərisində ən qədimi bakteriyalardır. Hansı ki, bu bakteriyalar içərisində də göy yaşıl yosunlar da xlorofilə malik orqanizmlərdir və cavabımız da məhz göy yaşıl yosunlar olacaq. 45-ci sualda hüceyrə daxili həzm prosesini həyata keçirən lizosomlardır ki, bu da Golgi kompleksində formalaşır. Yəni, cavabımız C variantı olacaq. 46-cı sual hüceyrə mərkəzi. Hüceyrə mərkəzi hüceyrədə funksiyası nədən ibarətdir? Hüceyrələrin çoxalmasında iştirak edir. Yəni, hüceyrə mərkəzi sentriollardan ibarətdir ki, 2 bərabər ölçülü sentriollardan. Onlar da vətər tellərini əmələ gətirir və nəticədə həmin bu vətər telləri xromosomun sentromerinə birləşərək onları qütblərə çəkir və hüceyrə bölünməsinin başlanğıcı məhz buradan başlayır. Deməli, cavabımız da elə B variantı olacaq. 47-ci sualda fagositoz göstərilən hansı üçün səciyyəvidir? Fagositoz prosesi heyvanlar üçün, yalnızca heyvan hüceyrələri üçün səciyyəvidir. Ona görə də cavabımız elə məhz heyvan hüceyrələri olacaq. 48-ci sualda hüceyrə nəzəriyyəsinin əsas müddalarına aid edilə bilməz. Deməli, hüceyrə nəzəriyyəsinin müddaları 5 müddadır. Onlardan
İlk üçlük həm bir hüceyrəli, həm çox hüceyrəlilər üçün, son ikilik isə, iki müddəa isə yalnız çox hüceyrələr üçün xarakterikdir. Baxaq, A variantında hüceyrə bütün canlı orqanizmlərin inkişafın quruluşunun əsas vahididir. Bəli, orqanizmin əsas vahidi bu birinci müddəada düzdür. İrsi dəyişkənliklə xromosom və genlərə toxunur. Yəni bu 5 müddəanın içərisində belə bir müddəamız yoxdur ki, orada irsi dəyişkən xromosom və genlərə toxunur. Elə cavabımız da B variantı olacaq. 49-cu sualda bakteriyalar barəsində doğru olmayan mülahizə. Bakteriyalarda hüceyrə orqanoidlərinin bir çoxu yoxdur. Bəli, bakteriyalar membranlı orqanoidlərə malik deyillər. Bakteriyada sitoplazmaya möhkəm yapışan plazmatik membran var. Plazmatik membran ümumiyyətlə 4 canlı aləmin 4-ündə də mövcuddur. Bakteriyada DNT bir xromosomda yerləşir və halqa formasındadır. Bəli, bu da düzgün müddəadır. Bakteriyalar cinsi yolla çox sürətlə çoxalır. Ümumiyyətlə bakteriyalarda nə mitoz, nə meyoz prosesi gedir. Bakteriyalar sadə bölünmə yolu ilə çoxalır. Ona görə də burada D variantımız məhz səhv variantlar sırasındadır. Demək, səhv variantlar sırasındadır. Bir dəqiqə keçək. Keçək 50-ci suala. 50-ci sualda 50-ci sualda birinci və ikinci terminlər arasında əlaqə. Deməli, çatışmayan dördüncü termini yazmaq tələb olunur. Hüceyrə mərkəzi bölünmə prosesini həyata keçirir. Bəs ribosomların bir funksiyası var, o da zülal sintezidir. Yəni zülalların biosintezini həyata keçirir. Biraz düzgün yazaq. Biosintezini həyata keçirir. Bu oldu, deməli, 50-ci sualın cavabı. 51-ci sualda da eyni oxşar bir şeydir. Mitoxondrilər kristallara malikdir. Bəs xloroplastlar, təbii ki, xloroplastlar da qranlara malik olacaq. 52-ci sualda evkariot orqanizmlərdə həm transkripsiya, həm də translyasiya prosesləri gedir. Hər iki prosesin getdiyi orqanoidlər, yəni evkariot orqanizmlərdə mitoxondrilər və plastidlərdir ki, hər ikisində DNT-nin də sintezi, zülalların da biosintezi prosesi gedir. Ümumilikdə isə nüvədə transkripsiya prosesi, yəni evkariot orqanizmlər üçün transkripsiya prosesi gedir. Translyasiya isə sitoplazmada gedəcək. Demək, cavabımız olacaq mitoxondrilər. 53-cü, deməli, 53-cüyə baxaq. Bakteriyalar üçün verilən müddəalardan hansı doğrudur? Dedim ki, bayaq yenə də xatırlatma verək. Bakteriyalar heç bir membranlı orqanoidlərə malik deyillər. Ona görə də biz doğrudur desə, plastid mitoxondri və formalaşmış nüvəsi olmayan bir hüceyrəli orqanizmlərdir. Bəli, bunların heç biri bakteriyalarda müşahidə olunmur. Amma digər variantlara da baxsaq, yəni çıxdaş üsuluna belə desək baxsaq, ribosom məsələn var B variantında. Sonra C variantı ümumiyyətlə bakteriyalara aid xüsusiyyət deyil. D variantı həlqəvi, yəni viruslara aid xüsusiyyətdir C. D variantında məsələn ribosom var, amma mitoxondri yoxdur. Sonra Y variantında həyatın hüceyrəsiz formaları təbii ki, bu viruslardır. Bu da bakteriyalara aid olan mülahisə deyil. Deməli, cavab variantımız A variantı olacaq. 54-cüdə lizosomların həzmedici xüsusiyyətə malik olan fermentləri harda formalaşır? Lizosomların həzmedici xüsusiyyətə malik olan fermentlər zülal təbiətlidir və bunlar ribosomlarda sintez olunurlar. Bəs hansı? Dənəvər endoplazmatik şəbəkənin ribosomlarında sintez olunan zülallar kanallar vasitəsilə Golgi kompleksinə daşınır və burada fermentlər lizosomun tərkibində formalaşırlar. Yəni lizosom formalaşan zaman fermentlər onun tərkibində qalır və müəyyən bir qism deyək ki, üzvü maddələr də törəmələrə çevrilir. Əvvəl qovuqlarda toplanır Golgi kompleksinin, sonra isə qovuqlar qopub sitoplazmaya düşür və hüceyrənin törəmələrinə çevrilir ki, bu törəmələrdən də
sonradan hüceyrə öz həyat fəaliyyətində istifadə eləyir. Və demək ki, cavab variantımız da olacaq dənəvər endoplazmatik şəbəkədə. 55-ci sual. Prokaryotlarda ola bilər. Prokaryotlara bakteriyalar aiddir və bakteriyalarda da müşahidə olunan, yəni mövcud olan daha doğrusu, bunlar içərisində mitoxondri yoxdur, hüceyrə mərkəzi yoxdur, lizosom. Yəni bu membranlı orqanoidlərin heç biri yoxdur və deməli ki, cavab variantımız Y variantı olacaq: xlorofil, ribosom və DNT. 56-cı sualda hüceyrədə olan karbon qazının çox hissəsini hansı orqanoidlər istifadə edirlər? Karbon qazının çox hissəsini bayaq dediyim oksigeni istifadə edən hüceyrənin tənəffüs orqanoidi mitoxondri, amma karbon qazını istifadə edən isə xloroplastlar olacaq. Çünki burada hansı proses gedir? Məhz fotosintez prosesi gedir və cavabımız da Y variantı olacaq. Keçək növbəti suala. Növbəti sualımız 57-ci sualdır. 57-ci sualda deməli, Golgi kompleksi haqqında verilmiş mülahizələrdən hansı yanlışdır? Golgi kompleksi haqqında verilmiş mülahizələrdən hansı yanlışdır? Səhvdir. Plazmatik membranın təzələnməsi bu Golgi kompleksinin birinci funksiyasıdır. Kanalcıqların ucunda qovuqcuqlar əmələ gəlir. Bu, bəli, düzdür. Membranlar üzərində ribosomlar. Ribosomlar Golgi kompleksi deyil, dənəvər endoplazmatik şəbəkənin üzərində, yəni ki, membran üzərində yerləşir. Deməli ki, burada səhv variantımız məhz C variantı olacaq. Və 58-ci sual. Dənəvər endoplazmatik şəbəkə üçün söylənənlərdən hansı doğrudur? Mitoxondri olmayan hüceyrələrdə rast gəlinmir. Bəli, membranlı orqanoidlər, yəni dənəvər yəni plazmatik şəbəkə yoxdursa, endoplazmatik şəbəkə demək, orada mitoxondri yoxdur, plastitlər də yoxdur, Golgi kompleksi də yoxdur. Yəni bu orqanoidlər rast gəlinməyəcək. Cavab variantımız da elə A variantıdır. Burada membranında 4 lipid cərgəsi var, B variantda yazılıb. 4 lipid cərgəsi o zaman mövcud olar ki, orada membranların sayı 2 olsun. Yəni hər membranın tərkibində 2 lipid cərgəsi olur. Yəni 2 qat membran olarsa, demək burada 4 lipid cərgəsi olacaq və 2 qat membranlı orqanoidlərdə mitoxondri və plastitlərdir. Kanal və boşluqlarında membranında çoxlu miqdarda qran. Qran varsa, deməli bu nədir? Xloroplastlardır. Sonra keçdik D variantında. Burada lipid və karbohidrat sintezi gedir. Dənəvərdə deyil, hamar endoplazmatik şəbəkədə gedə bilər. Və Y variantında həm prokaryot, həm eukaryot. Prokaryot orqanizmlərdə ümumiyyətlə membranlı orqanoidlər yoxdur. 59-cu sual. Deməli, mitoxondrilər üçün söylənilənlərdən hansı düzgündür? Yalnız bitki orqanizmlər hüceyrəsində mitoxondrilər prokaryotlardan başqa digər 3 aləmin nümayəndələrində mövcuddur. B variantında Golgi kompleksi olan hüceyrələrdə rast gəlinir, təbii ki. Yəni bayaq dediyim kimi endoplazmatik şəbəkə, mitoxondrilər, Golgi kompleksi, yəni eukaryot orqanizmlərdə rast gəlinir və cavabımız da məhz B variantıdır. Növbəti varianta baxaq. C variantında membranlarında 2 lipid, yəni mitoxondrilər 2 qat membrana malik olduğu üçün orada 4 lipid cərgəsi var. Ona görə C variantı da yanlışdır. D variantında daxili membranın yaslaşmış strukturu qranlar adlanır. Qran xloroplastlara aid olan bir termindir. Endoplazmatik şəbəkəsi olan hüceyrələrdə rast gəlinmir. Qeyd elədim ki, rast gəlinir. Deməli, cavab variantımız məhz B variantı olacaq. 60-cı sual. Demək, 60-cı sualda bizə nə deyir? Deyir ki, hüceyrə canlının inkişaf vahidi olmasını, hüceyrənin canlının inkişaf vahidi olmasını sübut edir. A variantında bütün orqanizmlərin zülallarının eyni amin turşularından təşkil olunması, bütün orqanizmlərin zülallarının eyni amin turşularından təşkil olunması. Burada inkişaf vahidindən söhbət gedir. İnkişaf vahidi də biz belə bir hüceyrə nəzəriyyəsinin müddəalarından biri də o idi ki, Karl Baer tərəfindən məməllərin yumurta hüceyrəsi öyrənilən zaman
bütün canlı orqanizmlərin vahid bir hüceyrədən ziqotdan başlanğıc götürüldüyü demişdi və bununla da hüceyrə canlının inkişaf vahidi olmasını müddəaya əlavə olunmuşdu. Və bu da bizə yönləndirir C variantına, ziqotun inkişaf edib yeni orqanizmə başlanğıc verməsi. Demək ki, cavab variantımız C variantı olacaq.